Növbəti və sonuncu sual. Wow, sonuncu suala gəldik. 12 aylıq hissəli ödənişi necə edə bilərəm? Hansı ödəmə variantları mövcuddur? Bəli, Hisslər Məktəbi imza proqramı olduğu üçün digər proqramlarından fərqli olaraq uyğun qiymətə, yəni çox da uyğun qiymətə mən deyərdim, deyil. Bu səbəbdən də 12 aylıq hissəli ödəmə proqramı yaratmışıq bu il üçün. Yenə deyirəm, növbəti illərdə Hisslər Məktəbi olar, olmaz və yaxud da hissəli ödəmə imkanları olar növbəti illərdə, bunu bilmirəm. Amma bu il üçün danışıram, 12 aylıq hissəli ödəmə planım var. Bu necə baş verir? Sən sayta girdiyin zaman Hisslər Məktəbin səbətə əlavə edirsən. Bax, izah edeyim. Sayta girdin, leylagasimova.com saytına girdin, mağaza hissəsinə gir, Hisslər Məktəbini görəcəksən. Hisslər Məktəbinə gir, bir bax, səbətə əlavə elə. Səbətə əlavə elədiyində ödəmə hissəsinə keç. Ödəmə hissəsinə keçdiyin zaman ən axırda olur bu. Sən ya bunu birbaşa ödəyə bilirsən, bir dəfəlik, ya da hissəli ödənişdən ödəyə bilirsən. Orada o seçim ödəmək hissəsinə kliklədikdən sonra sənə verilir və sən seçirsən. Maksimum bu arada 12 aylıqdır. Sən büdcəvə bax. Bunu 6 aylıq da eləyə bilərsən, 3 aylıq da eləyə bilərsən. Səndən asılı birbaşa da ala bilərsən. Və yaxud da 12 aylıq da eləyə bilərsən. O seçim orada sənə verilir. Ödəmək hissəsi basdıqdan sonra. Narahat olma, ödəməyə basan kimi ödəmirsən heç nə. Ödəməyə basanda bir seçim verilir. Necə ödəmək istəyirsiniz deyə. Orada seçirsən. Və bu qədər, bunu soruşmuşsunuz sadəcə. Budur yəni. Hisslər Məktəbi 31 dekabrda satışdan qalxacaq və yanvarın ilk 10 günlüyündə də yeniliklər əlavə olunacaq. Hansı ki, mən o yeniliklər üzərinə artıq yəni uzun bir müddətdir detalları ilə işləyirəm. Hisslər Məktəbindən keçmək, yəni necədir? Bunu da bilirsən, necə bilə bilərsən? Hisslər Məktəbində rəylər bölməsi var. Hisslər məktəbini bitirən iştirakçılarımızın rəyləridir bunlar. Kim ki ad, soyad, şəkil buna icazə verib, bundan rahatdır. Biz onu saytda paylaşmışıq. Saytda rəylər bölməsinə keçib, oradan izləyə bilərsən. İnsanlar Hisslər Məktəbi haqqında nə deyir deyə. Və hər hansı əlavə sualın olsa, bura əlaqə nömrəmizi yerləşdirirəm. Buradayıq, əlimizdən gələnin ən yaxşısını eləməyə çalışacağıq. Yəni, kömək olaraq, əgər hər hansı sualımız yaranarsa, Hisslər Məktəbini bitirmək deyə də bir şey yoxdur əslində. Belə düşünürəm. Oradadır, davamlı şəkildə qapısını döyəcəyin, içinə baxacağın, dəstək aldığın, alacağın bir yerdə. Təbii ki, bu ilki səndən 3 il sonraki sən eyni olmayacaq Hisslər Məktəbini əldə edəndən sonra belə. Çünki çox daha yaxşı baş eləməyi öyrənəcəksin, hər şey praktikadır. Amma bəli, məsələn, mənə də maraqlıdır, necə biri olarsan deyə. Və Hisslər Məktəbini əldə eləsən, sənin rəyini gözləyəcəm. Bu rəyi istəyərsən web saytımızda paylaşarıq, istəməzsən paylaşmarıq. Amma mən sənin hekayəni bilmək istəyirəm. Bu səbəbdən Hisslər Məktəbin nə vaxtsa bitirmiş biri olaraq bu videoya baxsan, mənə yaz. Bugünlük bu qədər. Özünə yaxşı bax. Gələn videolarda görüşərik. Hələlik.